May ayında ölkə ərazisində qar yağır. Gündəm xəbərinin efirində 16 may tarixidir. May ayını yarıladıq, amma havalarla aramız bir şəkil düzəlmədi. Gündəm xəbərinin efirində Milli Hidrometeorologiya Xidmətinə istinadən bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur və hətta bəzi yerlərdə isə qar yağır. Belə ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü şəkildədir. Naxçıvan, Orduba, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Astara, İsmayılı, Oğuz, Qəbələ, Şamaxı, Xızı, Quba, Xaltan, Göyçay, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Qobustan, Qax və Ağsuda ara bir şimşək çaxır və yağışlı hava şəraiti bu ərazilərdə müşahidə olunur. Şahdağda isə ara bir qar yağması müşahidə olunur. Demək olar ki, saat sabah üçün 11 və 12 radələrində Xocalı rayonunun Təzəbinə kəndində diametri 15 mm, saat 14:45 radələrdə isə Qəbələyə diametri 15-20 mm, saat 15-15 radələrində isə Naxçıvana diametri 2-8 mm və müxtəlif saatlarda yenə 15-30-15-45 radələrində İsmayılın Tırcan kəndində diametri 6 metr və İsmayılı rayonunun Həftəsiov, Çandahar və Zarat kəndlərində diametri 8 mm olan dolu müşahidə olunub və hazırda bəzi ərazilərdə şimal-qərb küləyi hakimdir və küləyin maksimal sürəti isə Culfada 19, Bakıda və Abşeron yarımadasında isə 17 metr saniyə təşkil eləyir.